Salam əziz izləyicilər, sizinlə bir maraqlı məlumatı paylaşmaq istəyirəm. Bir neçə gündür ki, izləyicilərimizdən biri israrlı şəkildə müraciət edərək bizimlə danışmaq istədiyini bildirirdi. Nəhayət onunla danışdıq. Deməli, problem nədən ibarət idi? Həmin şəxs Salyan rayon sakinidir. 1998-ci il təvəllüdlü. 2016-cı ildə həmin şəxsi hərbi xidmətə aparıblar və hərbi hissələrdən birinə düşüb. Səhəri və yaxud birisi 1-2 gün sonra orada da yoxlama keçirilib, müayinə aparılıb və həmin şəxsin təkböyrək olduğu bildirilib. Ona görə də hərbi biletini veriblər və orada dinc dövrdə yararsız, müharibə dövründə yararlı kimi yazıb geri qaytarıblar. Amma nədənsə maraqlıdır ki, həmin şəxs özün tam sağlam hiss etdiyini bildirir. Yeri gəlmişkən deyim ki, həmin şəxs bilirsiniz ki, 9-cu sinifdən başlayaraq 11-ci sinifə kimi bir neçə qədər hərbi xidmətə çağırış dövrünə qədər yoxlamalar keçirilir. Mən soruşdum, öyrəndim, dedi, mənə həmin dövrdə də neçə dəfə müayinə olunmuşamsa, mən tam sağlam olduğumu bildiriblər, bütün müayinələrdən keçmişəm, tam sağlam şəkildə qərar veriblər və məni hərbi xidmətə göndəriblər. İndi adam özün sağlam hiss eləyir, hərbi xidmətə yollanmaq istəyir və istəmir ki, onun hərbi biletində belə hal olsun. Yəni, düzdür, biz aidiyyəti dövlət qurumlarının işinə qarışmırıq. Yəqin ki, qanun belədir, belə qərar verirlər, amma adam çox israr eləyir ki, aidiyyəti qurumlar bunu təzədən araşdırsın. Mən tam sağlamam, hərbi xidmətə yollanmaq istəyirəm, mən uşaqlıqdan arzumdur. Mən ömrümü bu sahəyə bağlamaq istəyirəm, hərbi xidmətimi sağlam şəkildə başa vurmaq və orada qalıb ömrümün sonuna kimi, yəni nə qədər yaş həddi var, ona kimi hərbi xidmət qulluğumu keçmək istəyirəm. Doğrudan düzdür, bizim bu müraciətə, suala cavabımız yoxdur. Bəlkə sizin aranızda hüquqşünas var, hansısa ki, bilənlər ola bilər və yaxud yaxınlarınızdan hansısa belə bir qərar olub. Məndə belə bir cavab yoxdur ki, tək böyrəyi olan şəxsin, yəni orduya yararlıdır, yararsızdır. Mən soruşdum ki, yanaşı xəstəliyim var, dedi, yox, tam özümü sağlam istəyirəm. Hətta həmin şəxs dedi ki, hazırda mən işləyirəm və işimdən də məmnunam. Sadəcə mən işimi, mən hərbi xidmətimi keçmək istəyirəm və ömrümün sonuna kimi də hərbi xidmətdə qulluq keçmək istəyirəm. Ömrümü bu sahəyə bağlamaq istəyirəm. Düzdür, onun bu arzusu da, amma sözün düzə adam həm sevinir ki, Azərbaycanda belə insanlar var. Nəzərə alsaq ki, bəzi şəxslər oradan yayınmaq üçün 100 deməli əməllərdən keçirlər və bununla bağlı yaxşı ki, səfərbərlik və hərbi xidmətə çağırış da dövlət xidməti bununla bağlı sərt mübarizə aparır. Nöqsanlar olursa da ortalığa çıxarır və bunu ictimaiyyətə açıqlayır. Mən yeri gəlmişkən düzdür, mən yenə deyirəm, müvafiq qurumlar hansı qərar verirsə, o da uyğun hesab edirik biz. Amma insan doğrudan da həm də öyrənmək istəyir ki, bu aidiyyəti qurumlar bizim vasitəmizlə aidiyyəti qurumlara müraciət edir ki, yəni yoxlama keçirilsin, mən doğrudan da özümü sağlam hiss edirəm və mən təmiz bilet almaq istəyirəm, hərbi bilet və ömrümü bu sahəyə bağlamaq istəyirəm. Hətta deyir ki, mənim övladıma da gələcəkdə mən övladımı da hərbiçi görmək istəyirəm. Ömrümüzü biz bu sahəyə bağlamaq istəyirik. Mən ümid edirəm ki, hərbi xidmətə çağırış da dövlət xidməti, səfərbərlik və hərbi xidmətə çağırış da dövlət xidməti yəqin ki, bu məsələ ilə və onun yerli şöbəsi həmin şəxsin deməli probleminlə maraqlanar. Yenə deyirəm, biz verilən qərara heç bir şübhə etmirik. Sadəcə insan çox israrlıdır, əskərliyə getmək istəyir, hərbi xidmətə getmək istəyir və təmiz bayan bilet almaq istəyir. Yenə dediyim kimi ömrünü bu sahəyə bağlamaq istəyir. Ona görə də biz elə yer gəlmişkən aidiyyəti qurumlara müraciət edərək həmin şəxsin deməli müraciətinə baxılmasını xahiş edərdik. Lazım olsa həmin şəxsin də əlaqə nömrəsində verə bilərik. Yəqin ki, maraqlanarlar və həmin şəxsi də deməli müvafiq cavab verər və o da təskinlik tapar.